Bugün BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 2 dəniz kəşfiyyat və işlənmə blokunda iştirak payları almasını başa çatdırıb. Yeniavaz.com BP Azərbaycan şirkətinə istinadən xəbər verir ki, sövdələşməni rəsmiləşdirən sazişlər bugün BP və Azərbaycan Dövlət Neft Şirkəti arasında Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Birinci blok Bakıdan 120 km şərqdə, Günəşli yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən Qarabağ neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış risk xidməti sazişi mövcuddur. İkinci blok Bakıdan 90-110 km şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi Danulduzu Aypara sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunan və perspektiv strukturları əhatə edir. Əşrəfi Danulduzu Aypara sahəsinə aid hasilatın pay bölgüsü sazişi də 2018-ci ildə imzalanıb. BP iki sazişin hər birində SOCAR-dan 35%lik iştirak payı alıb. Hər iki sazişdə qalan 65%lik iştirak payını SOCAR özündə saxlayacaq. BP hər iki müqavilə üzrə operator olacaq. BP-nin pay əldə etməsini rəsmiləşdirən sazişləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gary Jones imzalayıb.